eləmə. Bildim Məryəm. Elə səs gəldi bir də burada. Sonra nə oldu? Soyun mahkum səsi gəldi. Sonra kimsə burada ayaq üstə dayanmışdı. Siz də orada pəncərədən görürdünüz, hə? Hə. Bəs qapı sonra açıldı. Mama düyməsini bağlaya çıxırdı. Dedi ki, yəni görüşün əminlə gedirəm. Bəs o hamam zat dedin, nəsə belə bir sözlər danışırdın, ha? Dedin ağlayır. Mesela mama ilə O necə olub? Ona nətər olub o məsələ? Evə gələndə biraz burada oturmuşlar. Uşaqlardan durunsun kuxnaya keçin. Oradan çıxmayın. Bu həmin gün olub, Məryəm. Həmin gün o şillə vurduğu gün. Aha. Sonra girlər, hamamı bağladılar. Hamının və su səsi gəldi. Əvvəl hamama girdilər, sonra bura, yoxsa bura girdilər, sonra hamama girdilər? Əvvəl hamamı girlər, sonra bura. Onda əvvəl orada olublar. Necə olub, onu da danış. Ora girdilər, uşaqlar kuxnadan çıxmayın, ha. Sonra əvvəl səs gəlmirdi. Sizi kunaya saldılar. Sonra tualetdə oturmaq səsi gəldi, sonra su səsi. Oturmaq necə? Və bir kimsə tualetdə oturur. Plasmasının səsi tualetin, elə? Tuvaletin düşün səsi gəlir sonra. Mama bəyir deyir, eləmə də xahiş deyirəm. Eləmə. Oğlan deyir ki, səbir elə, qutarır. Ya nə ağlamağın dedin, nə deyirdin siz qapıdan qulaq asırdınız, necə oldu? Biz də ağlayırdıq orada, mama da hamında ağlayırdı. Eləmə də xahiş deyirəm, sil onu. Yox, sil onu burada deyib, orada nə deyib? Eləmə də xahiş deyirəm, o da deyir ki, səbir elə, keçib gedir, dur.